Ben de belə məclislərin tərəfdarı olan bir adamam. Gözəl tədbirdir. Yəni elimizin, obamızın belə bayram günlərində bir yerə yığışıb, elə bir-birini təbrik eləməsi, bir-birinə xoşbəxtlik, gözəl həyat arzulaması üçün belə məclislərin təşkil olunması vacibdir və ona görə də bu məclisi bugün burada mən sənin tezlərindən buradaydım, sənin çəkdiyin əziyyəti gördüm, ona görə sağ. Yəni ümumiyyətlə bu işdə təşkilatçılığı olan adamların hamısına minnətdarlığımı bildirirəm. Allah Teala'dan arzu edək ki, gözəl illərimiz gəlsin, yaxşı illərimiz gəlsin, torpaqlarımız azad olsun. Yəqin ki, bu fikri Akşin müəllim də aşılayıb. Gördüm mən veteranlardan söhbət gedir. O veteranların da hamısına, ümumiyyətlə mənim qardaşım da bu döyüşlərdə fəal iştirak edən döyüşçülərdən olubdur, Bakıda yaşayır. Allah Teala hamısının canını sağ eləsin, gələcək illəri uğurlu olsun. Arzu edək ki, Qarabağ torpağımız azad olsun. Və biz bu bayram şənliklərini daha ürək açıqlığı ilə keçirdək. Və bir də bir şey, yəni o birliyə aid olan bir şeydir. Əzizlərim, el obanın işinə bir gedək, bir gələk, çünki eldir bu. İtirməyək dostanışı güc alaq, dövlətdir bu, yatardır bu, ləldir bu. Nə gözəl, nə gözəl, nə gözəldir bu. Ətraf qoy çox olsun, canlar sağ olsun, başlar uca olsun, fərək dağ olsun, müşkəmbər qoxulu güllü bağ olsun, fezyab ol söylə, əcəb güldür bu. Nə gözəl, nə gözəl, nə gözəldir bu. İsrail sözləri yerində söylə, nanköru quyuda dərində söylə, bəhbəhə qulaq ol, birində söylə. Desinlər şifşirin, ballı dildi bu. Nə gözəl, nə gözəl, nə gözəldir bu. Doğrudan gözəldir. Bax, bugün bu cəmaatın buraya yığışması, bu bayram şənliyi gözəldir və bu gözəllik içərisində hamınıza can sağlığı arzulayıram. Müxənnəs deyiləm, darda yan gedəm. Ömürlük tən kəsət tən olmalıyam. Sıxılmaq, darılmaq nə işdir axı? Sürfəsi, ürəyi, gen olmalıyam. İnsanlıq zirvəsi mən olmalıyam. Halal alış-veriş Adəmdən qalıb. Həyatın qərarı o dəmdən qalıb. Yaxşılıq, səxavət Hatəmdən qalıb. O sayaq düzərən dən olmalıyam. İnsanlıq zirvəsi mən olmalıyam. Məqsədim, amalım halal çörəkdir. Kin-küdurət saxlamayan ürəkdir. Desələr İsrail dosta gərəkdir. Başları üstündə gün olmalıyam. İnsanlıq zirvəsi mən olmalıyam. Mən bu elimizdə, obamızda, ümumiyyətlə bu yaradıcılıqla, şeirlə, aşıq sənəti ilə məşğul olan dünyasını dəyişənlərə rəhmət diləyirəm. Bizim böyük üstadlarımız olub. O ustadlara Allah'tan rəhmət diləyək, qəbirlər nurla dolsun və bugünkü gün Şuriyə müəllimə bayramını təbrik edirəm əgər buradadırsa. Ümumiyyətlə Vərqa müəllim buradadır, ağsaqqallarımız rəhbər buradadır. Onların hamısına can sağlığı, uzun ömür və Akşin, Aşıq meyitimizdəki meydandadır hələlik. Yəni onların hamısına uzun ömür can sağlığı arzulayıram, xoşbəxt olun. Müəllim, çox sağ olun, gözəl arzulardır. Bax, beləcə müəllim davam elətdirsə, bir neçə il belə, siz gəlsəz, Vərqa müəllim gəlsə, beləcə ağsaqqalar, cavanlar, veteranlar, əllər, elimiz gələndə, bax, bunu daha da kütləvi təşkil edə biləcəyik. Bunu bu mənada dəvət olunanda gələk. İndi bax, belə biraz, hələ də fəallığı tam görmürəm. Ocağımızı çəkmişəm arada. Çəkərəm abi, düzə Hayır Reşat! Ağzınca. Değileştirdi. Görsünler şu taşla cemaatine açıyoruz ama. Hadi feyal olun ana. Sağ ol yoktur. Çok sağ ol. Sen dinleyeceğim. Hatta çok sağ ol. Sağ ol.
Acele böyle bayramlar kesilirse. Şimdi aziz Novruz bayramı. Çok sağ ol, ölenlerine rağmen sesin var olsun, elden eski olmasın. Hardasa 50 yıl geçecek, bak bu kaset yaşayacak, onda indi məni deyək ki, bir sənə zədəbə xatırlayanlar olacaq. Çünki dünya əbədidir. Böyle bayramlar Kasanın geçen şiiri dinle. Sonra buradan mikrofona deyirəm, Ferit Berber, ben oraya şiir çəkmişəm, haradasan? Buranın şiirini yanmır. Berber Ferit. Al. Dəlləkanadan mən ora ışıq deyəmişəm, ağacam lustur atmışam, bu ışıq yanmaq. Göyçə mahalında daş kəndimiz yəni, hə bu daş kəndimizdən bağlı bizim o coğrafi xəritəmizi təşkil edir, tanıdanlardan birisən qardaş. Alqışlayıram, bir yaxın gəlib salam ver bizlərə. Hə, buyurun görüm. Novruz, Novruz bahari, ay bahari, güller, güller nübari, ay nübari. Bahçalarda gül olsun, bülbül olsun. Mən gəlmişəm kep görəm, zurna görəm, dəf görəm. Qurban olum yaşıl çıxalı, qonaq gəlir, çillə çıxalı. Nabat, noğul, badam ver gəlsin, yiyin bizlərinə gül gəlsin. Mənim çosam oynayır, gör necə dincildəyir. Ona qulaq asanın, qulağı dincildəyir. Mənim çosam canlıdır, qollarım hər canlıdır. Qarnına əl vurmayım, çosam ki canlıdır. Azani, ay azani, Novruz, azani, ay azani. Doldur gəlsin qazani, payımı artıq verin, yola salın çosanı. Bu qədər. Çox sağ olun, var olun. Yenə dinləyəcəyim çox insanlar var. Kimlərin də mən ola bilər, kimlərsə görmürəm. Fikri, təbriki var, tez yaxınlaşsınlar. Ocağımız gürranır. Mən istəyirəm orada bir yanlı təşkil eləyək. Bizim Olsun qardaş, Yeni Daş Kənd cəmaatının hamısını təbrik edirəm. Sağ ol. Evet, bir yanlı təşkil eləyək, yenə qarazını alıb eləyək.
Her birimizin ele görsün diye çağırdığımız oğlumuz. Çok zaman ömrünün çok hissəsini Rusiyada yaşayıb. Və o da bəy adını sadıran insanlar cərgəsindədir. Hansı ki, internet vasitəsilə bu kəndimizi, el oğullarımızı belə də hər birini izləyir. Sahib Abdullayev, daha doğrusu Yusuf deyək, mənə xahiş edir ki, mən çatdırım. Amma qoy bir kəlmə özü deyilsin. Bir iki kəlmə özü deyilsin. Çünki sənin də Rusiyada dostlarım var. Bax bu kaseti, bu diski izləyirlər. Buyurun. Valla ben bayram bizim Novruz Bayramı münasebetiyle bütün Daşkent kent cemaatini tebrik ediyorum. O cümleden internet vasıtasıyla akşam dediği gibi belki de izleyenler olacak. Köyüne Göyçe mahallemizi, Göyçe Daşkent'ini, Göyçerleri tebrik ediyorum. Hemşe böyle bayramlar geçirek. Hamıya salam söylüyorum, hamının bayramını tebrik ediyorum. Sağ olun, çok sağ olun. Çünkü çok seviyorum, çok sizlere alkışlayıram. Bu tedbiri Allah şuraya müəllimə can sağlığı versin. 2001-ci ildə yadımdadır. Sağ ol. Yani yaşlılarımızdan Demiş ya. Yani deyirəm ki, yaşlılarımızdan Hacı Mirzəyevin burada rəqs eləməsini üçün çox maraqlı bir rəqsdir. Və təkcə onun adını çəkirəm. Bu işi davam edib, bugünkü yani siz nəsildən sonraki cavanlara, rəqs edən köçalarımıza, keçənlərimizə ötürdüyümüzə görə bir daha sizə təşəkkür edirəm. Ben de elimi, obamı, bütün ne kadar internet vasıtasıyla, bütün ne kadar Azerbaycan'ı temsil edip regionlarda yaşayan Daşkent ve Daşkentlilerin hamısını bayramını tebrik ederim. Bu bizim milli bayramdır. Bu bayram münasebetiyle ne kadar dövüşte olan askerlerimizi tebrik ederim. Bugün vətən keşiyində, yani bizim bu alnı açıq, her yerde, obada böyle bu tonqalı çatdırılması, bəli, ayaq sayaq duran əsgərlərimizdir. Eşq olsun bizim əsgərlərə, eşq olsun Daşkentlərə. Bir daha bayramımız mübarək olsun. Çok sağ ol, çok sağ ol. Bu yoldan Ahsakar Rafiq Aydın'la təbriki dinləyib. Bizimlə sağ olsun, bayram mübarək olsun. Açıqdır, deyil. Akşam müəllim sağ ol. Mən də bu tədbiri təşkil edənlərə çox minnətdarlığımı bildirirəm. Hamı təşkil edib, hamı. Allah canınızı sağ eləsin. Bugünkü gün münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Daşkent cəmaatını təbrik edirəm. Bayramları mübarək olsun. Həmişə belə təzə bayramlarda olsunlar. Çox minnətdarım, sağ olun. Bugünkü günə görə bütün xalqımıza minnətdarım. Bayramları mübarək olsun. Sağ olun. Çok sağ olun. Gelin. Siz burada siz yok. Mən də hamının bayramını təbrik edirəm. Allahlardan arzu edirəm ki, xalqımıza sülh gətirsin, ruzu bərəkət gətirsin. Yenə də hamımızın bayramını təbrik edirəm. Təzə bayramlara çıxasınız. Çok sağ ol. Çok sağ olun. Bizim burada bir Çingiz dersimiz var. Çingiz yakın gel. Çingiz'de nasıl bayrama geldi? Gel çok çok. Buyurlarına geliyoruz. Geçelim. Çingiz dersimiz gelir.
Come on!
Kendi çölenlersin. Qaraçı bağlanıbdır. Haçoka qaraçı bağlanıb. Sulaqda ev yoxdur, özümüzü gidib buna dəyməyəcək. Qorma, yaşa burada. Həmişə bayramlarda. Ümarov'un adından, Aftadır Azimizin adından sizleri tebrik ederim. Bayramımız mübarek olsun ezlerim. Var olsun öyle oğlumuz. Elmir bura buyur. Talibe kurbanı dedik, buyursun. İşte mütalifi tez okutup çıkıp gelecek, öldürsün burada. Elmir bura buyur, Şikaliyev. Dövüşçüler adından bir güzel fikrini çaktırırsan sonra öyle dövüşçüler raksa davet edecek. Dövüşçülerle bağlı bütün ötevenler oynar, buyur. Akşin müəllim, sağ ol. Mən bütün daş kəndlilərin hamısını bu bayram münasibəti ilə təbrik edirəm. Bunun özü də bir zəhmətdir. Zəhmət çəkib gəlmişik hamımız. Gələn ayaqlarınız var olsun. Bayramınız mübarək olsun. Bayramımız mübarək olsun. Öz vaxtımızın götürüləri olsun. Neçə belə bayramlara çıxar. Sağ ol, ayəm. Hamılıqca bizi görən, eşidən, eşitməyən hamısı. Və mən bir döyüşçü kimi şəxsən üz yoldaşlarımı bura dəvət edirəm. Hamısı burada olmasa da bir neçəsi buradadır. Veteranlar var, əlillər var. Onların da bayramını xüsusilə təbrik edirəm. Onlar canlarından, qanlarından keçmiş oğlanlardır. Allah var eləsin. Allah deməli, indi bu dəqiqə səngərdə dayanan əskərlərimizi təbrik edirəm, xüsusilə. Çünki onlar nətər ki, biz durmuşuq o səngərlərdə, biz canımızdan, qanımızdan keçmişik. İndi də onlar dururlar. Allah onlara ömür versin, Allah qollarına qüvvət versin. Allah köməkləri olsun, öz qənadının altında saxlasın onları. Onlar da hamısı sağ, salamat qayıdıb öz analarının, atalarının yanına geçsinlər, qayıtsınlar. Və bir qara zurnada qismət bir gözəl bir rəqs Vətənpərvər oğlanlar var, vətənpərvər oğlanlar, Qarabağ döyüşçülər. Elə vətənpərvər oğlanlar, bütün daşkəndlilər vətənpərvərdir. Çünki biz var. Gör nə qədər adam var, çünki burada nə qədər adam var və biz bir neçə dəfə tədbirlər keçirmişik. Bütün daşkənd hamısı bizim yanımızda oldu. Bugün də buradadılar. Allah köməyin olsun. Sən də bir ürək sözlərinlə. Hadi danışın. Hadi o 50 dəfə deyib, bir dəfə də görmüz var. Bir dəfədən sən deyil. Ben Bəhləsdən əvəzdən dedim və bu anda bu döyüşçülər işmir. Döyüşçülərin rəqsi təşkil etmədə marağımız nədir? Bunun özü də bu bayramın belə də tərkibinin içində bir daha vətənpərvərlik ruhunu yüksəltməkdir. Mən də elimizin, obamızın, bütün insanların hamısının bayramını təbrik edirəm. Dünyanın 93-cü ildə bizim bu yeni Daşkətdə 350-yə kimi olub, 250-dən çox döyüşçüsü olub. Bu yeni Daşkəndin həqiqətən də vətənpərvər, vətənsevər oğlanları var. Qarabağ döyüşçülərini meydana dəvət ediblər. Biz də, biz döyüşçülərdə həmin vətənsevər oğlanların hər birini bu oyuna meydana dəvət edirik. Qoy elimiz, obamız, bütün dünya görsün ki, həqiqətən də Yeni Daşkəndin belə döyüşçüləri var və vətənsevər oğlanları var. İnanın ki, Qarabağ torpağında bu şənliyi quracağıq. Qarabağ torpağında bu meydanı quracağıq. İnanın ki, Qarabağ torpaqlarımızı azad eləyəcəyik. Bizim güçlü ordumuz, güçlü devletimiz var. Eşq olsun Azərbaycana, eşq olsun bizim Yeni Daşkəndin oğlanlarına. Alqışlayıram. Döyüşçü olmasın. Ona göre de yani biz öz Yeni Daşkəndimizi, Göyçə mahalını yaşatmalıyız. Biz döyüşçüler döyüş meydanında tanıtmalıyız. Şairlerimiz yararla, alimlerimiz öz yolunda. Yine eşq olsun bizim kendimize. Yeni Daşkəndin. Sağ olun. Gelsin genel bir müzik esasen rəqslərə yol verəcək. Bizim tarihimiz.
devam edecek.